Torpaq uğrunda canından keçən, vətənimizin azadlığı və bütövlüyü naminə şəhid olan igidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Gəlin onların ruhunu bir dəqiqəlik sükutla anaraq baş əyək. Hər birinə. Bugün burada dayanmaq hər birimiz üçün ayrı bir hissin, ayrı bir həyatın səhifəsinin başlanğıcıdır. İllər öncə bu məktəbin həyətinə əlində çanta, gözündə qorxu və maraqla ilk dəfə addım atan o balaca uşaqlar bugün artıq böyüyüb, cığırlarını özləri açmağa hazır gənclərə çevriliblər. Bu son zəng təkcə məktəbdə çalınan zəng deyil. Bu, uşaqlıq illərinin, tənəffüslərin, sinif gülüşçülərinin, sinifdəki gülüşlərin, müəllimlərin baxışlarının, ilk
ilk dostluqların səsi kimi yaddaşımıza yazılan bir sədadır. Bugün bir yol bitir, amma yeni, daha çətin, daha məsuliyyətli bir yol başlanır. Hər birinizi bu müqəddəs gündə qəlbimizin ən dərin sevgisi ilə salamlayırıq. Bu məktəbin divarları arasında minlərlə xatirə gizlidir. Amma bu xatirələrin hər birini var edən, qoruyan və istiqamətləndirən bir rəhbərlik var. Bugün bizə yoldaşlıq edən təhsil ocağımızın nizam-intizamını, uğurunu və ruhunu formalaşdıran məktəb rəhbərliyinə minnətdarıq. Müəllimdən öyrənmişik oxumağı, yazmağı, qəlbimizin səsinə hər an qulaq asmağı. O yeni həyat verir hər kəlməyə, hər sözə. Yerin, göyün sirrini odur öyrədən bizə. İndi isə dəyərli dostlar, məktəbimizin direktoru, illərin dəyərli pedaqoqu, bizə ana qədər əziz, yaxın olan, bizim hər işimizdə, hər gün bizim yanımızda olan dəyərli İradə xanım Vəzirovanı ürəkdən alqışlayın və ona söz vermək istəyirik. O da öz ürək sözlərini bizə çatdırsın. Bizim 12-cilərin son zəng günü, son zəng gün bayramı münasibətilə hər birinizi təbrik edirəm. Çoxdandır uşaqlar hazırlaşır, valideynlər hazırlaşır. Valideynlər yəqin ki 12 ildir. Uşağımız. Müəllimlər arasında, hərbiyəçilərin arasında, məktəb kollektivinin arasında öz evindəki kimi görünür. Hər il biz neçə şagirdimiz yola salırıq. Hər il təsirləndirdik. Çünki 12 insanlarımız, böyüttüğümüz, terbiye verdiğimiz, damladığımız, küstüğümüz, barıştığımız uşaqları bugün yola salırıq. Sizə uğurlar olsun uşaqlar. Sağ ol. Sizin həyatda yolunuz həmişə açıq olsun. Alqışlayın, ürəkdən alqışlayın, çox xahiş ederim.
qaldığımız hər an, azadca gəzə bildiyimiz hər addım bir şəhidin arzusu, bir şəhidin həyatına bədəldir. Məktəbimin zəngini eşidə bilməyən, diplomunu görə bilməyən minlərlə gəncimiz var ki, onlar öz arzularını bu vətən üçün fəda etdilər. Bugün burada oturan şəhid valideynlərinin qarşısında baş əyirik. Siz övladınızı vətənə əmanət etdiniz. Biz isə onları unutmamağa söz verdik. Şəhidlər unudulmur. Onların ruhu bu mərasimdə bizimlədir. Onların yaxınlarını səhnəyə dəvət edirik. Şəhid Məmmədli Davud anasını, şəhid mayor Qasımov Abbasın anasını. Uşaqlarımın hamını salamlayıram. Sizə mən nə arzulaya bilərəm? Sizin ananız sizə nə arzuluyursa, onun həyata keçməyini arzulayıram. Biz də Allahdan sizə onu arzulayıram ki, vətənə, anaya, müəllimlərinizə layiqli övlad olasınız. Sağ olun, yolunuz həmişə açıq olsun. Sağ olun balalarım. Mən də hər birinizi salamlayıram, başqa müəllimlərimiz, direktorumuz olmaqla. Əziyyətləri bizim uşaqlarımızın üstündən çox olub. Bunlara mərhəmət göstərib, sevgi ilə yanaşan hər bir müəllimə çox sağ olunu bildirirəm. Uşaqların da yolları açıq olsun, onları gələcəkdə böyük uğurlarla qarşılasın. Allah hamımızın var eləsin. Çok sağ ol. Alkışlayın gürültülü. Bu insanlar bizim...
başlanğıc yolda sizə yalnız uğurlar arzu edə bilərəm. Canınız sağlam olsun, həyatınız gözəl olsun, bizi də unutmayasınız. Sağ olun. Çox təşəkkür edirəm. Alqışlayın. Əziz məzunlar, bugün sizin həyatınızda ən yadda qalan və unudulmaz xüsusi bir gündür. Uzun və çətin bir yolun sonuna gəlib çatdınız. Bu yol sizi, son olan bu yol sizi yeni zirvələrə aparır. Sizə bu yolda can sağlığı, xoşbəxtlik arzu edirəm, uğurlar arzulayıram. İnanıram ki, bu yolda qarşınıza çıxan bütün çətinlikləri bilik və bacarığınızla aşacaqsınız. Yolunuz açıq olsun, uğurlarınız bol olsun. Çox sağ olun. Təşəkkür edirik. Həmdə müəlliməyə, Səbirə müəlliməyə minnətdarıq. Var olasınız. Əziz məzunlar, sizin hər birinizi təbrik edirəm. Məktəbi qurtarmaq münasibəti ilə həyat genişliyi yoxuşluğu. Sizə bu yolda uğurlar arzulayıram. Hər birinizin can sağlığı, sağ olun. Çox sağ olun. Vasif müəllimi də ürəkdən alqışlayın. Və bir sözlə desək, əziz, bizim üçün çox əziz olan hörmətli məzunlar. Bugün Respublikamızın hər yerində olduğu kimi, burada da məktəbimizdə son zəngdir. Son zəng elə bir demək gündür ki, hər birimizin həyatında baş verib. Bugün son zəng olan uşaqlar da, mən 7 il olarlar işləmişəm. Uşaqdılar da, onların hər cür hərəkətləri olur. Uşaqla bərabər məsuliyyəti biz daşıyırıq. Və onların həqiqətən ki, müəyyən bir dəcəllikləri olurdusa, onları bilmir deyirdilər. Və sonra onlar gəlib məndən üzr istəyirdilər ki, müəllimə bilmədik, bilməyə bunu etdik. Ümumiyyətlə sinif oxumağa cəhd edən, hər dəfə çalışan sinif idi. Mən onlara demək istəyirəm ki, bunlar artıq müstəqil həyata qədəm qoyurlar. Getdikcə məsuliyyət tək öz üzərlərinə düşür. Həyatın çətinliyi də var, ağrı da, yoxuşu da. Düzdür, mən onlara çətin həyat arzulamıram. Müəllim nə istəyir? O Rus demək yazısının bir fikir var, deyir, valideyn bizi göydən yerə indirib, müəllim bizi yerdən göyə qaldırır. Müəllim şagirdinə nə arzu edər? Bütün müəllimlər kimi mən də istəyirəm ki, onlar daha gözəl, xoş sədaları gəlsin, onların yaxşı səsini eşidir, xoş günlərini görəsin. Ona görə mən də çalışıram ki, bu çətin gündə, bu həyatlı gündə onlara uğurlar, nailiyyət arzulayıram, dözüm arzulayıram. Qoy bu çətin həyatda onlar çətinliyə dözsünlər, onların həyatı çətin olmasın, daha da gözəl günləri olsun. Onların həmişə xoş sədalarını eşidək, həmişə eşidək ki, böyük demək yaxşı işlərlə, gözəl günlərə qovuşsunlar. Və bu günlərdə mən onların hər birini təbrik edirəm, hər birinə uğurlar, can sağlığı arzulayıram. Ən əsası onlar həyatda nə istəyirlər, nə arzulayırlarsa, mən də onlara onu arzulayıram. Bu istəklərinə, bütün arzularına çatsınlar.
Şəfiyevin, dəyərli prodüserin rəhbərliyi altında Cahan qrupu çox sağ olsunlar bugün bizimlə bərabərdir. Onları biz Xəzər televiziyasında da hər səhər görürük, el şənliklərimizdə də görürük, mədəni tədbirlərdə də. Bugün çox sağ olsunlar bizim dəvətimizi, təklifimizi qəbul edib bugün bizimlə bərabərdirlər. Sizə təşəkkür edirik. Çox sağ olun ki, gəlmisiniz, vaxtınızı ayırıb bizimləsiniz. Minnətdarıq. Buyurun. Teşekkür edirik hər birinizə, bütün məzunlara uğurlar arzu edirik və istəyirik nəğmə payımızı səsləndirək. Gece dolaşmışam, gəlib tapmışam bu yanı. Gece soruşmuşam, belə bir qız var o hani. Gece dolaşmışam, gəlib tapmışam bu yanı. Gece soruşmuşam, belə bir qız var o hani. Gözüm qaldı o yanda, bu qız yenə eyvallah. Maraqlı birini gördüm, nasıl güzel yamandı. Maraqlı birini gördüm, ona benim gözüm yalandı. Maraqlı birini gördüm, gözü güzel yamandı. Maraqlı birini gördüm, ona benim gözüm yalandı. Dolaşmışam, tutmuşam bu yana. Gece soruşmuşam, yine bir kız var o hani. Gece dolaşmışam, gelip tapmışam bu yana. Gece soruşmuşam, yine bir kız var o hani. Gözüm kaldı o yanda, bu kız yine eyvallah. Maraqlı birini gördüm, gözü güzel yalandı. Maraqlı birini gördüm, ona benim gözüm yalandı. Maraqlı birini gördüm, gözü güzel yalandı. Maraqlı birini gördüm, ona benim gözüm yalandı. Hayatımın mənası sənsən. Sənsən, dağlarımın zirvəsi sənsən. Sənsən, ürəyimin nəğməsi sənsən. Ağrım arzum ümidum sənsən. Vətən səninlədir qəlbim. Sensiz şikayet kuşa benzerem. Sensiz sevinç dolu görmərəm. Sensiz xoşbəxt ola bilmərəm. Sınıq gülən külə dönərəm. Vətən sensiz olsa qəlbim. Vətəndir, bana qanad verən vətəndir. Ömrümə rəng
Uşaqlıq anılarım sənsən, sənsən, bugünümün sabahı sənsən, sənsən, ürəyimin nəğməsi sənsən, ağrım arzum ümidum sənsən, vətən səninlədir qəlbim. Sənsiz, sənsiz yazan bahar dilərəm. Sensiz, sensiz hayatıma seferim. Sensiz, sensiz xoşbəxt ola bilmərəm. Sönüq gülər, külə dolarım. Vətən sensiz olsa qəlbim. Vətəndir, mənə qanad verən vətəndir. Ömrü verən qazan vətən, Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir. Xəyallarım, eşqim vətən, Azərbaycan. Vətəndir, mənə ilham verən vətəndir. Mehriban diyarımda mən, Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir. Xəyallarım, eşqim vətən, Azərbaycan. Bugün məzunlarımızın yalnız xatirələrlə vidalaşmır. Onlar bir ənənəni, bir məsuliyyəti də ardınca gələnlərə təhvil verirlər. İndi təqdim olunan açar təkcə məktəbin qapılarının deyil, bilik, zəka və məsuliyyətin dünyasının qapılarının açan müqəddəs bir simvoldur. Bu sabahın yolunu ışıqlandıracaq bir əmanətdir. Qarşınızda böyüklərdən gələn əmanəti
üçün 12A sinifindən Teymur. 12A sinifindən Teymur. Teymur Yusufovu alqışlayın. Açarı vermək üçün dəvət edirik, buyursun. Və 11A sinifindən Əzizov Ruslan. Baxın. Azerbaycan yurdum benim, sevdikler meskeni sen, bayrağını uca tutan cesurları vəteni sen. Azerbaycan yurdum benim, sevdikler meskeni sen, bayrağını uca tutan cesurları vəteni sen. Hayvere yiğitler, hayvere biz yine, hayveri boşuna, hakkın tur sesine. Hayvere yiğitler, hayvere biz yine, hayveri boşuna, hakkın tur sesine. Hayveri boşuna, hakkın sesine. Vətən olur bu vətəni, şişirdə altındayan. Vətən olur, buyur səndən alsın insan. Vətən olur, güneşdə var bir arzu şan. Vətən olur, gülər göstər, buyur səndən alsın insan. Tarihi var bu milletin, geleceği nurla dolu. Günler göster mağduriyeti, senin yolun, hakkın yolu. Tarihi var bu milletin, geleceği nurla dolu. Günler göster mağduriyeti, senin yolun, hakkın yolu. Hayvere yiğitler, hayvere bizine, hayveri boşuna, hakkın tur sesine. Hayvere yiğitler, hayvere bizine, hayveri boşuna, hakkın tur sesine. Hayveri boşuna, hakkın sesine. Vətən olur bu vətəni, şişirdə altındayan. Vətən olur, buyur səndən alsın insan. Vətən olur, güneşdə var bir arzu şan. Vətən olur, gülər göstər, buyur səndən alsın insan. Hayvere yiğitler, hayvere bizine, hayvere boşuna, hakkın tur sesine. Hayvere yiğitler, hayvere bizine, hayveri boşuna, hakkın tur sesine. Hayveri boşuna, hakkın sesine. Vətən olur bu vətəni, şişirdə altındayan. Vətən olur, buyur səndən alsın insan. Vətən olur, güneşdə var bir arzu şan. Vətən olur, gülər göstər, buyur səndən alsın insan.